tapa bilirsinizmi? O sizin ortağızdadır. Deyir, hamı çöndü, yanına baxdı. Təbii ki, bu polyaklar da baxdı, yəni heç kəs tapa bilmədi. Yəni hər kəs sıradan biridir. Yəni sonra da səhnəyə çıxartdığı budur. Nəyi ilə seçilir? Sadəcə emosional durumu ilə insan bunu çox istəyir və bunun üçün əziyyətə hazırdır. Bunun üçün yoxu eşitməyə hazırdır. Bunun üçün bu işdə vacib olan peşə vərdişi nədir? Peşə vərdişi dəvət eləməyə bacarmaq, fikrini izah eləyə bilmək. O isə zamanla gəlir və onun üçün bizlər varıq, sponsorlar var. Yəni sizin başlanğıc dövrünüzdə sizin sadəcə işiniz adamları dəvət eləmək. Dəvət eləyin. Qoy məlumatı çatdıraq. Onsuz da hər kəs bu işdə olası deyil. Onsuz da hamı bilir ki, həkim işi yaxşı işdir. Amma hamı həkim deyil ki. Biz demirik hamı biznesdə olmalıdır, hamı Oriflame-də olmalıdır. Amma bilirik ki, hamının biznesə marağı var. Hamı millət vəkilinəcən bilir, kreslolarına güvənmirlər. Ona görə kresloda ikən bizneslərin qururlar. Biznesdən siyasətə gəldi. Deyirlər ki, Trump'ın 9 milyard neçə 100 min manat borcu olur. İş görənlər banklarla görür də, iri rəqəmlərlə işləyirlər. Gəlirləri də var, amma banklarla işləyirlər. Deyir ki, çıxdım küçüyə, küçüdəki bomja dedim ki, sən məndən 9 milyard manat dəyərində məndən imkanlısan. Yəni sənin borcun yoxdur, amma mənim 9 milyard borcum var. Amma insan o pulla işləməyi, pulun gələn yerin, yolun, cızığın açmağı bilirsə, istər-istəməz o arxdan qanad eləyəcək özünə sarı, qol eləyəcək.